Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki əlverişli mühitin Həmkarlar İttifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə yaratdığı geniş imkanları, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb. Bildirilib ki, sağlam və təhlükəsiz iş şəraitinin tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Müalicə və istirahətinin səmərəli təşkili məqsədi ilə sanatoriya kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir. Tədbirdə Həmkarlar İttifaqları sistemində aparılan islahatlar və layihələr, Kurort Turizm İnformasiya Mərkəzi, eləcə də yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Həmkarlar İttifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırılıb. Görüşdə əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, məşğulluq, işçilərin rifahının yüksəldilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, sosial tərəfdaşlıq ildən ilə təkmilləşir, baş kollektiv sazişdə müasir çağırışlara və tələblərə uyğun müddəalar əksini tapır ki, bu da əmək hüquqlarının daha effektiv müdafiəsinə əlavə imkanlar yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Konfederasiyanın həyata keçirdiyi islahatları və yenilikləri yüksək qiymətləndirib. Əmək münasibətlərinin tənzimlənməsi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında Həmkarlar İttifaqlarının rolunu vurğulayıb. Məşğulluq imkanlarının artırılması, əmək bazarı ilə bağlı görülən sistemli tədbirlər nəticəsində əmək müqavilələrinin sayının artdığını qeyd edən nazir, həssas əhali qrupunun sosial müdafiəsinin daim diqqətə saxlandığını qeyd edib. Görüş zamanı sosial dialoqun, sivil tərəfdaşlığın inkişafının baş kollektiv sazişlə müəyyən edilən öhdəliklərə riayət olunmasının önəmi diqqətə çatdırılıb. Sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Kurort Turizm İnformasiya Mərkəzi, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.